Hər bir salamlayıram şagirdlər. Təhlil istənilən bəzi seçmə suallarının izahını sizə verəcəm. Deməli, suallarımıza başlayırıq. Təhlillər sistemindən x bölü y nisbətini soruşur. Bax, bu zaman nə edəcəksən? Deməli, normal bir halda tənliyin bir tərəfini vuracaq 4-ə, olacaq 3x. Yuxarıdan işimiz yoxdur. 3x plus 4y bərabər 16. Aşağıdan 4-ə vuranda 4x plus 4y bərabərdir 20. Deməli, bunları tərəf-tərəfə çıxsam, 4y-lər gedər, aşağıdan yuxarını çıxıram. 4x-dən 3x çıxanda x qalır, 20-dən 16 çıxanda 4 qalır. Əgər x-i tapdımsa, tənin hər hansı bir tərəfində x-i yenə 4 qoysam, 4 plus y bərabər 5 olan zaman, y-imiz də bərabər olur 1-ə. Bizdən x bölü y nisbətini soruşur. X-imiz 4-dür, y-imiz 1-dir. Doğru cavabımız eləyəcək 4. Ümumiyyətlə, dəyərli şagirdlər, hər hansı mövzunun sınağı əgər maraqlıdırsa, əgər sizin üçün, ekranda gördüyünüz nömrənin WhatsApp-la əlaqə saxlayıb sınaqları əldə edə bilərsiniz. Baxıraq ikinci suala. X bölü y nisbətini soruşur. Deməli, nə etməliyim? Əvvəl kimi normal şəkildə təhlillər sistemini həll etməliyəm və yaxud da əvəzləmə yolu ilə hesablaya bilərəm bunu. Deməli, 3 və 5. Ortaq mərz olaraq 15 götürürəm və birincini 5-ə vururam. Digərini isə lap belə vuraq ki, mənfi 3-ə. Toplama üstündən istifadə eləyək. Deməli, yuxarıda 5-ə vuranda olur 2x. Yox, 2x yox. 5-ə vuranda olur 10x plus 15y bərabərdir 20. Mənfi 3-ə vuranda mənfi 24x minus 15y bərabərdir mənfi 6. 15 y-lər toplama üstündə tətbiq etdiyimizə görə gedir. 10x ilə mənfi 24x toplayanda mənfi 14x. 20 ilə mənfi 6 toplayanda 14. X bərabər olur nəyə? Mənfi 1-ə. X mənfi 1 isə hər hansı bir tənində yerinə qoyuruq. Məsələn, altdan xətt çəkdiyimiz tənində x-in yerinə mənfi 1 qoyuruq. Olur mənfi 8 plus 5y bərabərdir 2-yə. 5y bərabərdir. Mənfi 8 sağa atan toplanır eləyir 10. Y bərabər 10 5-ə bölündə qalır 2. Y-in x olan nisbətini soruşur. Bu da 2-nin mənfi 1-ə nisbəti 2-yə bərabərdir. Mənfi 2. Mənfi 2-yə bərabər C bölündür. Daha sonra 3-cü sual. Eyni formal suallarla çalabılan hər biri. Amma biraz da sürətli işləmək lazımdır. 4-dən 3-ə 12-yə gətirmək üçün yuxarını 3-ə, aşağını mənfi 4-ə vururuq. Deməli, nə olur? 18x plus 12y bərabərdir 15. Mənfi 20x minus 12y bərabərdir mənfi 8. 12y-lər islah gedir. 18x-dən mənfi 20x toplayanda mənfi 2x. 15 ilə mənfi 8 toplayanda eləyər 7. X bərabərdir mənfi 3,5-ə. Y-i tapmaq üçün hər hansı bir tənində yerinə qoyuram. Məsələn, yuxarıda yerinə qoyuram. 6 3,5-ə vuranda elədir 21. Mənfi 21 plus 4y bərabərdir 5-ə. Mənfi 4y bərabərdir. Mənfi 21 sağa atıram, toplanır 26 olur. Y də bərabər 26-ın 4-ə böləndə 6,5 edir. Nəhayət, x-lar y-in cəmi mənfi 3,5 ilə 6,5-in cəmi eləyər 3 və doğru cavab C variantı. Keçim növbəti suala. Deməli, bu sualda təhlillər sisteminin həlli yoxdur. B-nin hansı qiymətini soruşur. Bəzən hər hansı bir şagird çaşır. Y bərabərdir nə mənası verir məsələn. O zaman əgər bir sən çaşırsansa, dəyişənləri bərabərliyin sol tərəfinə keçirə bilərsən. Y plus 3x bərabərdir 2. Y plus kök adda bx bərabər mənfi 4-ə. O zaman həlli yoxdur olanda birinci və ikinci əmsalar bərabər və bərabərlik bunlardan fərqli olmalıdır. Yəni 1 bölünsün 1 bərabər 3 bölünsün kök adda b fərqlidir. 2 bölünsün nədən? Mənfi 4-dən. Bu iki bərabərliyi həll edəndə kök altda b bərabərdir 3 olduğu zaman b-miz də bərabər olur nəyə? 9-a.
Keçək 5-ci suala. Eyni sualdır, eyni tipdə sualdır. Burada yeganə həllin olduğunu soruşur. Yeganə həlli olduğu zaman birinci və ikinci əmsalların fərqliyini götürüb kifayət eləyir. Yəni 1-1 baxırıq, yəni 1-in 1-ə nisbəti, 3-ün də k-ya nisbəti. Bunlar fərqli olmalı. Çarpaz vuranda k fərqli 3 verir bizə, o da doğru cavab B variantı verir. Bir dəfə də yeganə həllini soruşur. Amma burada fərqlidir, əvəz etməni tətbiq etməliyik əlbəttə ki. Məsələn, yuxarıdan y tapırıq, y bərabər olur, a çıxılsın 2x. Aşağıda x y deyildimi? Y-in yerində yazırıq ki, a çıxılsın 2x bərabərdir. Buna yazırıq ki, 8. Olur, a-x çıxılsın 2x-in kvadratı çıx 8 bərabər 0 yazırıq və bunu standart yazırıq ki, 2x-in kvadratı çıxılsın a-x plus 8 bərabər 0. Kvadrat tənliyi alınır və burada və kvadrat tənliyi yeganə həll olması üçün diskriminant bərabər 0 olmalıdır. O zaman nə iş görürük? Diskriminantın üstünü yazırıq ki, b kvadratı çıxılsın 4ac bərabərdir 0-a. Yəni a-nın b-nin c-nin əmsalları var. Yəni b-nin yerində a durur. Yəni a kvadratı çıx. 4 2-yə vuruq 8, 8 8-ə vuruq 64 bərabərdir 0. A kvadrat bərabər 64 olanda a da bərabər olur müsbət mənfi 8. Və bizdə deyir ki, A-nın hansı müsbət qiymətində? Əlbəttə ki, burada nəyə götürməliyik? 8 götürməliyik. Növbəti misal. Təhlillər sistemindən bu ifadəsi hasilini soruşur. Əlbəttə, nə etməliyik biz burada? Əvəz eləyib hesablaya bilərsiniz. Məsələn, bax, bir şey verin. Aşağıda x bölü 3 olan ifadəsində x-i təyin eləyərəm. 3 çıxılsın y olar. Yuxarıda x-in yerinə qoysam, 2-yə vursam, bax bu ifadəni. 6 çıxılsın 2y plus y kvadratı bərabərdir 6. 6-lar islah gedər. Qalar y kvadratı çıxılsın 2y bərabərdir 0-a. Y-i mötərizənin xaricinə çıxarsam, y minus 2 qalar. Bərabər olar 0. Bu da həmin elə ifadəni soruşma deməkdir. Bu da A variantı doğru cavabdır. Növbəti 8-ci sual. Təhlillər sisteminin y kvadratını soruşur. Bunun ən gözəl yol əvəz etməklə yaza bilərsən. Digər formalardan da istifadə edib yaza bilərsən. Amma ən gözəl yolu uşaqlar yuxarıdakı ifadəni kvadrata yüksəltməkdir ümumilikdə. Sağ və sol tərəfin kvadrata yüksəltməkdir. Yəni x plus y-in kvadratını yazanda yazarsın x kvadratı plus 2xy plus y kvadratı bərabərdir 9-a. Aşağıda isə x kvadratı plus 2xy plus 2y kvadratı bərabərdir 18-ə. Niyə neyərsən? Aşağıdan gəlin yuxarını 1 və 1 çıxsaq, x kvadratları 2xy-lər gedər. 2y kvadratını y kvadratı çıxanda qalar y kvadratı. 18-dən 9 çıxanda 9. Məhz bizdən y kvadratını soruşurdu. Bu ifadə oldu 9. Yəni primitiv bir misal. 9-cu suala baxaq. Təhlillər sistemini həll edin. Yuxarıdakı ifadə, uşaqlar, bax bu ifadəni. Müxtəsər massadan köməkçisinə hesablasaq, x kvadrat plus y kvadratın yerinə x plus y-in kvadratı çıxılsın 2xy yaza bilərik. Bərabər 89. İndi bu ifadə x plus y-in yerinə 3 qoysam, 9 çıxılsın 2xy bərabərdir 89. 2xy bərabərdir. 9-dan 89 çıxanda qalır mənfi 80. xy bərabər nəyə? Mənfi 40-a. Yəni, xy bərabərdir mənfi 40. x plus y bərabərdir nəyə? 3-ə. Bu ifadəni sadə yolla hesablaya bilərsən. Yəni, 5 və 8 qiymətlərin 40-a düzəlir. 5 və 8-dən istifadə elə. Və yaxud heç bundan istifadə eləmə. Bu, ədəd qoymaqla istifadə eləməyə bilərsən. Yəni, sən aşağıdan məsələn x-i taparsan, 3 minus y olar. Yuxarıda qoyarsan yerinə ki, 3x, daha doğrusu x-in yerinə 3 minus y, mən bunu gətirib y-a vursam, 3y çıxılsın y kvadratı plus 40 bərabərdir 0-a. Artıq bu ifadəmiz var, yadda saxlayırıq bunu. Y kvadratı çıx 3y plus 40 bərabər 0. Viyyət teoreminə görə y1 bərabərdir, taparıq ki, 1-in taparıq 8, y2-ni taparıq ki, 5. Mənfi 5. Cəmi 3 olsun, hasili isə 40 olsun. Yox, düz olmadı. Burada minus 40-dır. Minus 40 olmalıdır. Bəli, mənfi 40. Artıq 8 və 5. Deməli, y-in yerinə 8 qoyanda
X-i tapırıq. X bərabər olur. 3-dən çıxırıq 8-i bərabər olur. Mənfi 5-ə. X 1 yazaq. Buna X 2 yazaq. 3-dən çıxan da mənfi 5-i eləyəcək 8. Yəni X belə deyək. Birinci X yazmalıyıq. Mənfi 5 qoyanda 8 olundu. Və 8 qoyanda mənfi 5 oldu. Yəni mənfi 5, 8 və 8 mənfi 5. Doğru cavabda isə burada A variantında var. Elə yuxarıda burada rahat şəkildə tapmaq olardı. Sonra yenə də növbəti bir misal. Dəyərlər sisteminin x kvadratı plus y cəmini soruşur. Nə edirəm? Aşağıdan x, y-i mötərizə xaricinə çıxarsam əgər, x plus y qalar. Bərabər nəyə? 16-ya. X, y 4-dürsə, x plus y. 16-nı gətirib burada 4 qoyub yerinə yazsaq, 16-nı 4-ə bölsək 4 qalar. X, y bərabər nəyə? Yenə də 4-ə. Yuxarıda kvadrat həyini yazdıq. Gəl bunu bayaqki sadə metodla yazaq. Açıq suallarda daha da vaxt itirməyə ehtiyacımız qalmaz. Cəmi də 4, hasil də 4, x bərabərdir 2, y bərabər yenə 2-dir. Gətirib bu ifadəni bizə verən təyində yerinə qoysaq, yəni x kvadrat üstəlik y-də 2-nin kvadratı 4, 2 elə 2, 4-ün üstəlikləri neçə elədi? 6 elədi və doğru cavab B variantı tapırıq. 11-ci sual. Deməli, nə iş görürük burada biz? Yuxarıda x-i çıxardırıq çölə, mötərizə xaricinə, qalır 1 plus y, bərabərdir 3-də 5. Aşağıda y-i çıxardırıq çölə, 1 plus y bərabərdir 6-da 1. Artıq bunu tərəf-tərəfə mən bölsəm, tərəf-tərəfə 1 plus y-lər gedər, qalar x bölünsün y bərabərdir. 3-də 5-i 6-da 1-ə vurmaq, yəni 6-ya vurmaq deməkdir. Olacaq 6 ilə 3 gedəcək xısar, qalacaq 2, 2 5-ni eləyəcək 10. Yəni bu ifadəmizdə ayrı-ayrı kəsr formasına yazsaq əgər, olacaq 1 minus 3y bölünsün x bu şəkildə olacaq. Deməli biz 1 minus x bölü y 10 tapmışıqsa, y bölünsün x-imiz isə olacaq 10-da 1. Yəni 3-ü də vuracaq nəyə? 10-da 1-ə. 1 çıxılsın 10-da 3 yazanda doğru cavabımızda nə eləyər? 10-da 7, 10-da 7 və D variantı doğru olar. Sonra 12-yə baxaq. Dəyərlər sisteminin x kvadrat plus y kvadrat cəmini soruşur. Aşağıdakı ifadəyə baxaq. Deməli 3 mötərizənin içərisindən x, y mötərizə xaricinə çıxarsam, x plus y bərabərdir 5 vurulsun nə? X plus y. Deməli, burada nə baxırıq? X, y mənfi 9 verir. Yəni mənfi 27 x plus y bərabərdir 5 vurulsun x plus y. Artıq burada x plus y 0 alanda doğrudur. Yəni x plus y-in qiyməti 0 olmalıdır ki, ifadəmiz yəni ekvivalent olan ifadə olsun. X kvadrat plus y kvadratını cəmi tapanda müxtəsər masturundan x plus y-in kvadratı çıxılsın 2xy yazarıq bunu. X plus y 0'dır. 0'ın kvadratı çıxılsın 2 vurulsun mənfi 9. Çünki x-imiz mənfi 9'dur. Artıq 0'ı atdıq, qaldı mənfi 2, mənfi 9'a vuranda doğru cavabımız elədi. Nə qədər? 18. İndi 13-cü suala baxırıq. 13-cü sualı nə deyir? Bu tərəfə qoysilim. Deməli, deyir ki, katerin çayın axını istiqamətində sürəti 16-dır, axına qarşı 10-dur. Çayın axma sürətini tapın. Artıq katerin çayın axını istiqamətində sürət 16-dırsa, axın ilə sürət toplanır. Axına qarşı isə sürətlər çıxılır. Deməli, artıq burada təyin sistemi qursaq uşaqlar. Deməli, belə bir ifadə olacaq ki, V kater üstəgəl V çay sürətlər toplananda olur 16. V katerin sürəti ilə V çayın sürətini çıxanda qalır 10. Təyinlər sistemi qrup çayları ixtisar eləsək, 2 dənə V kater bərabər olur 26-ya, V kater də bərabər olur 13-ə. Əgər katerin sürəti 13-dürsə, deməli çayın sürəti nə imiş? Təyinlər sistemi yerində qoysaq, 13-dən 10 çıxanda qalacaq 3. Və çayın axma sürətini soruşur. Çayın axma sürəti saatda 3 km olacaq. Sonra 14-cü misal. Düzbucaqlı şəkildə olan əkin yerinin sahəsi 2400-dür. Bu formada əkin yeri məsələn olsa ki, məsələn bura A-dır, bura B-dir. Sahə deyəndə yəni AB bərabərdir 2400. Hasarın uzunluğu ümumiyyətlə deyəndə yəni düzbucağın perimetri deyil. Əgər perimetri 200-dürsə,
A ilə B-nin cəmi də A ilə B-nin cəmi də artıq 100 eləyəcək də. 100 eləyəcək. İndi biz burada deyir, bu həkin yerinin enli və uzunluğunu tapın. Yəni, cəmi 100, hasili 2400 olan ədədlər, elə bir A bərabərdir 40, B bərabərdir nə? 60. 60, bəli. 60, cəmi eləyədir 100, hasili eləyədir 2400 və doğru cavab oldu B variantı. İndi burada belə bir sual var. Motorlu qayıq iki məntəqə arasındakı məsafəni çayın axını ilə 8 saata, axına qarşı 12 saata gedir. Qayıq bu məsafəni durğun suda neçə saata gedər? Ümumiyyətlə, axınla gedən zaman sürətlər toplanılmalıdır. Axın ilə motorlu qayıq artıq qayığın sürətini tapmaq, yəni durğun suda getməklə yəni eyni bir şey olacaq da artıq. Deməli, sürətlər V bərabərdir S bölü T düsturuna əsasən V də bərabərdir zamanla söhbət gedir. Zamanı tapmaq üçün yolu sürətə bölməliyəm. Yəni, axın ilə deyəndə yolu axın ilə gedəndə sürətlərin cəminə bölməliyəm. Elə bil yazıram V1 üstəgəl V2. Yəni belə yazım da V qayıq üstəgəl V çay yazıram. Bu da bərabər nəyə? Bu da 8 olmalıdır da. Düzdür? 8-dir bu. Ümumi yolu isə qayıqla çayın sürətlərini çıxıram. Çünki axına qarşı bu da eləyib nə qədər? 12 saat eləyib. Axına qarşı bax bu olur. Gəl bunu ümumiləşdirək. Deməli bu nə deməkdir uşaqlar? Yazıram, belə bir şey yazım. Heç bunu yazmasam da təyinlər sistemi quraraq yazaram ki V qayıq üstəgəl V çay yazaram. Bu da bərabər olar S bölünsün 8. Yolu bölməliyəm zamana sürət tapmaq üçün. Bir də V qayıq üstəgəl çıxızın V çay bərabərdir S bölünsün nə? 12. Təyinlər sistemini həll eləsəm, bunları qalacaq 2 dənə V qayıq bərabərdir. S bölü 8 ilə S bölü 12-ni toplasaq, ortaq mənəc 24. 24-də olacaq neçə? 24-də 4, 3, 2. 5S olacaq. V qayıqda bərabər olacaq 5S bölünsün 2-ni çarpaz vursam olacaq 48. İndi məsələmiz nə yerdədir? Məsələmiz o yerdədir ki, bir tərəfə gətirim. Deməli, nə etməliyəm? Zamanı tapmaq üçün lap əvvəl dedim ki, yolu sürətə bölməliyəm. Yolumuz S-dir. Artıq bu qayıqdır da, qayığın sürəti. Bu da nədir? 5S bölünsün nədir? 48. Hesablamaya əsasən 48 keçir yuxarı. S-lər ixtisar gedir, məxrəcə 5 qalır. 48-i 5-ə bölən nə qalır? 9 tam 3-ü 5-ə böləndə 9,6. Və nəhayət durğun suda, qayıq bu məsafəni durğun suda 9,6 saata gedəcək və əlbəttə ki, axın ilə gedəndə, durğun suda belə axın ilə gedəndə daha da az vaxt sərf eləmişdir. Çünki çayın sürəti qayığı hərəkətə gətirir. Axına qarşı deyəndə əksinə çıxır deyə onu gedişdirir və 12 saat olur. Dəyərli şagirdlər, mövzu sınaqları, əgər siz maraqlıdırsa, əgər mövzu sınaqları sizə, kanala abunə olun və bu WhatsApp nömrəsi ilə ekranda gördüyünüz və aşağıda yazılmış WhatsApp nömrəyə əlaqə saxlayıb mövzu sınaqlarını əldə edə bilərsiniz.